necə sərf edirdisə, elə də təmsil edirdilər. Hansısa bir dövrdə o yalnız ev xanımı idi, hansısa bir dövrdə başqa cür idi. Məsələn, reklamlarda, filmlərdə və hətta müzakirələrdə belə. Və hər zaman qadını bir limitli bir çərçivənin içində təmsil ediblər. Digital media dövründə artıq biz düşünürük ki, insanların özünü təmsil etmə haqqı var. Digital media gender normativlərinə və gender diskursuna necə təsir edir? Bugün bundan danışaq. Gender və media üzrə araşdırmaçı olaraq mənim bugün öyrəndiyim əsas mövzulardan biri də ənənəvi media ilə yanaşı digital medianın normativlərin formalaşmasında təsirlərini və həmçinin də həmin normativlərin daha sonra cəmiyyət tərəfindən normallaşdırılmasında rolunu öyrənməkdir. İlk öncə ondan başlayaq ki, cəmiyyət düşünür ki, media neytral bir güzgüdür, xalqın güzgüsüdür. Bunu biz çox zaman insanlardan görürük. Məsəl üçün, xüsusilə sosial media mövzusunda bunu dilə gətirirlər və yaxud da mediada, televiziyada gedən verilişlərdə, absurd səslənən fikirlərdə insanlar bunu əsaslandırırlar ki, axı media cəmiyyətin güzgüsüdür, nə varsa onu göstərir. Xüsusilə də genderlə bağlı normativlərdə. İndi gəlin baxaq ki, həqiqətən də media neytraldırmı? Uzun illər ənənəvi media institutların nəzarəti altında olub və mediada təmsil olunma, görünmə tamamilə kontrollü şəkildə edilib. Yəni hər hansısa bir şəkildə burada biz təbii, yəni məsəl üçün 10 cür insan varsa, həmin o 10 cür insanın 10-unu da biz mediada görə bilmərik. Marjinal qruplar, fərqli kimliklər hər zaman gizlədilib, gizli qalıb və yaxud da onlar çox pis rollarda görüntülənib. Bunu həm də biz aid edə bilirik qadınlarla bağlı məsələlərə. Qadınlar heç zaman mediada olduqları kimi təmsil olunmayıblar. Onların təmsilçiliyi bir limitlər şəraitində olub. Və digital media dövrünə gəldikdən sonra bizdə əslində böyük dəyişikliklər baş verib. Nələrdir bu dəyişikliklər? Əgər belə qruplaşdırmağa çalışsaq, 3 əsas qrupa salacağıq. 3 əsas aspektdən baxa bilərik biz buna. Birincisi agency və representation dediyimiz məsələ, yəni təmsil olunma və təmsil olunmada səlahiyyətin olması. Dediyimiz kimi ənənəvi mediada bu yox idi. Yalnız necə istəyirdisə media, siyasi güclər qadını təmsil etmək, necə sərf edirdisə, elə də təmsil edirdilər. Hansısa bir dövrdə o yalnız ev xanımı idi, hansısa bir dövrdə başqa cür idi. Məsələn, reklamlarda, filmlərdə və hətta müzakirələrdə belə. Və hər zaman qadını bir limitli bir çərçivənin içində təmsil ediblər. Və digital media dövründə artıq biz düşünürük ki, insanların özünü təmsil etmə haqqı var və artıq agency məsələsi də müzakirə olunan məsələdir. Yəni onların öz səlahiyyəti var ki, mən necəyəmsə özümü elə də təmsil edim. Lakin burada əsas məsələ o gəlir ki, digital mediada kontrol edilən bir mühitdir. Bu necə kontrol edilir? Alqoritmlər vasitəsilə. Yəni bugün media, digital media insanlara o məlumatları daha çox çıxardır ki, hansı ki o məlumatlar insanlar tərəfindən daha çox qəbul ediləcək. İnsanlar tərəfindən hansı məlumatlar daha çox ya daha yaxşı qəbul edilir, hansına ki onlar öyrəşiblər ki, mediadan qəbul edilsin. Ona görə də bizim digital mediamız bir növ ənənəvi medianın irsini daşıyır. O çox da belə kənara, nəinki bizə, bütün dünyada çox da belə kənara çıxa bilmir bundan. Bu normativləri dəyişə bilmir. İkinci məsələ burada diskursdur. Ümumiyyətlə diskursu digital media necə dəyişə bildi? Burada da təəssüf ki, həmin o dediyimiz o alqoritmlərin rolu yenə gəlir önə. Biz diskursu dəyişə bilmirik. Əksər hallarda feminist paylaşımlar, marjinal qrupların paylaşımları, onlar gizli öz qrupunda qalır. Yəni onlar daha böyük auditoriyaya, daha böyük müzakirələrə çıxa bilmir. Çünki alqoritmik quruluş belədir ki, ümumi ictimai mövzu hansıdırsa, həmin mövzuya da daha çox maraq olur və bunun sayəsində
gender diskursu ilə bağlı ənənəvi normativlər daha çox səsləndirilir və daha çox ajotaj yaradır. Amma individual narrativlər və fərqli narrativlər yenə də kiçildilmiş qalır, çünki alqoritm ona imkan vermir ki, o daha böyük auditoriyalara çıxa bilsin. Digər tərəfdən feminist mövzular siyasi mövzular hesab edildiyi üçün bu mövzular alqoritm tərəfindən daha bir səbəb var ki, böyük auditoriyalara çıxmasın. Bizim üçüncü danışmalı olduğumuz məsələ isə kollektivlik məsələsidir. Ta ki ənənəvi media dövründən qadınların özləri ilə bağlı fikirləri heç zaman mediada səsləndirilmirdi. Mediada səsləndirilən, görünən qadın reallığı əks etdirən, qadınların real həyatlarını əks etdirən görüntülər deyil idi. O heç bir halda həqiqi mənada imkan vermirdi ki, hansısa bir gördüyümüz mediada gördüyümüz qadın obrazı bizim həyatda gördüyümüz qadın obrazı ilə eyniləşə bilsin. Və beləliklə də qadınların, hansı ki kollektiv olaraq artıq feminist bir hərəkat yaranmışdı, qadınların əslində özləri kimi qadınlara ehtiyacı olduğu üçün bu qadınlar kollektivləşməyə başladılar. Və həmin dövrdə o kollektivlərin, onlar marjinal hesab olunurdular və heç bir halda onların fikirləri, onların düşüncələri və yaşadığı təcrübələr mediaya yansımırdı deyə onlar müxtəlif yeraltı publikasiyalar vasitəsilə, müxtəlif icazə verilməyən publikasiyalar vasitəsilə hansısa formada bir counterpublic yaradırdılar. Yəni bu nədir? Bu qadınların qruplaşmış şəkildə öz bir front yaradıb özləri ilə bağlı paylaşımlar etməsi, özlərini artıq ifadə etməsi üçün yaranan kiçik marjinal qruplar idi. Digital media dövrünə keçdikdən sonra bu counterpublics dediyimiz kiçik qrupların daha çox imkanı yarandı ki, onlar artıq öz dərc eləyə bilsinlər, daha çox insana çata bilsinlər, daha kollektivləşə bilsinlər. Və bu formalaşdırdığı digital counterpublics anlayışını ki, bugün gender və media sahəsində bu da çox vacib öyrənilən məsələlərdən biridir. İndi biz 3 əsas cəbhədə hansısa bir müəyyən mənada dəyişikliklərə nail ola bilərdik. Lakin çox təəssüf ki, alqoritmin təsiri ilə, ümumi ictimai gözləntilərin təsiri ilə bu proses çox da ürək açan getmədi. Və tam əksinə backlash dediyimiz, yəni qarşıdurma daha da böyüdü. Əgər əvvəllər qadınlar sadəcə real həyatda özlərini ifadə edərkən qarşıdurma ilə rastlaşırdılar, nifrət nitqi ilə rastlaşırdılarsa, bugün o nifrət nitqi digital media vasitəsilə daha da böyüdü. İnsanlar öz kimliklərini, burada əsas vacib məsələ budur. Bizim kimliyimiz zaten var, amma media o kimlikləri görünməz eləyirdi və insanlara sadəcə bəlli bir kimliklər verdi ki, bu kimlik var, bu kimlik var və real olaraq insanlar heç biri həmin o kimliklərə uyğunlaşmırdılar. Ona görə onlar hansısa bir rol modellər formalaşdırırdılar, istədilər onlara çatmağa və özlərini qəbullanma ilə bağlı belə problemləri yaranırdı. Digital media dövründə bu çox belə qabarıq başladı. Başladı belə axın olmağa, insanlar, qadınlar başladılar özlərini təmsil eləməyə, bu barədə danışmağa digital mediada. Buna ən gözəl nümunələrdən biri elə Me Too cərəyanıdır, hansı ki, əvvəl mümkün deyildi ki, qadın hansısa rast gəldiyi cinsi zorakılığı, iş yerində zorakılığı və hansısa bu formada başına gələni danışa bilsin. Amma Me Too cərəyanı ilə qadınlar başladılar bu barədə danışmağa, kollektivləşdilər və kollektiv şəkildə danışdılar. Amma nə baş verdi burada? Çünki biz yenə axı ənənəvi diskursun içindəyik və uzun illər davam etmiş bir media tərəfindən formalaşmış bir diskurs var. Və burada nə baş verdi? Bizə gələn o ənənəni sahiblənmişik deyə yenə başladılar qurbanı günahlandırmağa, yenə başladılar həmin o qadınları opportunist adlandırmağa, fürsətçi adlandırmağa. Çoxsu fikirləşdi ki, qadınlar məşhurlaşmaq üçün bunu edirlər və bu müzakirələr də eyni şəkildə həmin o digital mediada getdi və daha da çox yayımlandı. O ki qaldı Azərbaycanda Me Too cərəyanı kimi cərəyanlar ola bilərmi? Ümumiyyətlə biz digital mediada kollektiv şəkildə hansısa bir dəyişiklik üçün, hansısa bir problemlərimizi səsləndirmək üçün, yaşanan təcrübəmizi görünür edə bilmək üçün birləşə bilərikmi, nəsə əldə edə bilərikmi? Biraz çox ziddiyyətli məsələdir. Niyə?
Ənənəvi mediada hər gün insanları görürük ki, qadınlar hansısa bir yaşanmış bir təcrübəsi var, o təcrübəsini yaşayır, paylaşır və onu mütəxəssisi də qınayır, aparıcısı da qınayır, sonra da gəlir auditoriyası da qınayır, ayıblayır. Shame mədəniyyətinin tam bir belə nə bilim səhnələrdə olduğu bir dövrdəyik də biz. Bu ona gətirib çıxardır ki, biz cəmiyyət olaraq öyrənirik ki, hansısa bir qadın problem yaşayırsa, bu onun individual problemidir. Yəni həmin o televiziyada söhbət bizim ənənəvi televiziyadan gedir. Çünki dünyada bu fərqli təcrübələr var. Dünyada hansısa bir qadın yaşanmış təcrübəsini paylaşırsa ənənəvi media vasitəsilə, burada mütəxəssis olur, ciddi psixoloq olur, ciddi sosioloq olur, ciddi insanlar olur, gender eksperti olur və onlar bu məsələni açıqlayırlar cəmiyyətə ki, bu yaşanmış təcrübə individual təcrübə deyil. Bu struktural problemdir. Burada siyasi motivlər var. Burada diskursun rolu var. Burada həmin o normativlər hansı ki biz hamımız norma qəbul eləmişik, onların içində olan bir qadındır bu qadın və bu tamamilə onun öz səlahiyyəti deyil idi. O strukturun içindədir və o strukturun içində olduğu üçün bu problemi yaşayıb. Bizdə isə media onu göstərmir. Bizdə media göstərir ki, qadın nəsə yaşayıb, yəni qadın obrazı belə üçbucaq bir obraz var. Bu obrazın kənarında nəsə yaşayıb, nəsə gəlib başına ayıb. Və bu onunla nəticələnir ki, biz cəmiyyət olaraq öyrənirik ki, həmin o qadınları, hansı ki, fərqli təcrübələr yaşaya bilərlər, başına nəsə gələ bilər və yaxud da seksual qısnamaya məruz qala bilər, şiddət görə bilər, zorakılıq görə bilər, iş yerində zorakılıq görə bilər, ailədə zorakılıq görə bilər. Biz öyrənirik həmin o ənənəvi mediadan ki, bu halda mən nə etməliyəm? Bax, mütəxəssisi də, aparıcısı da, hamısı otururlar televiziyada, hansı ki, daha bizim düşüncəmizə görə o daha üstün, bizdən daha bir yuxarıdır televiziyada olan insanlar və o üst insanlar əlbəttə bir qadını günahlandırırlarsa, deməli hələ o qadın günahlanmağa layiq qadındır. Ona görə digital mediada hardasa bu cür kimi hadisələrə rast gəldikdə yenə kütləvi şəkildə qurbanı günahlandırırlar. Məhz buna görə də bizdə, yəni ənənəvi media çox bərbad olduğu üçün digital mediamızda da vəziyyət daha da bərbaddır. Ənənəvi mediada biz qadının yaşadığı təcrübəni, onun sırf özü ilə bağlı hadisə kimi dəyərləndirdiyimiz üçün biz cəmiyyət olaraq qadınlarla bağlı istənilən hadisəni, istənilən neqativ hadisəni onun özü ilə, öz seçimləri ilə əlaqələndiririk. Burada artıq neoliberal dəyərlərin də rolu var. Burada artıq o empowerment təbliğatının da rolu var. Çox təəssüf ki, bugün intensiv şəkildə bir çox brendlər digital mediadan, ənənəvi mediadan empowerment təbliğatı aparırlar. Bu nədir? Bu odur ki, sən bacararsan, sən edə bilərsən, sən güclüsən və burada heç bir halda sistematik problem, struktural problem dilə gətirilmədiyi üçün uğur qazanan qadın uğur qadınındır. İndividual baxmalıdır, o elədi bunu. Uğur qazanmayanlar isə hamısı ayıb eləyə bilmədilər. Halbuki sistematik bir problem varsa, sadəcə ehtimal nəzəriyyəsinə görə heç olmasa buradan 100 qadından biri o sistemin içindən necəsə sıyrılıb uğur qazana bilir. Və empowerment təbliğatının bu qədər intensiv olması, mediamızda qadınların təklənərək günahlandırılması gətirib ona çıxardır ki, biz digital mediada da çox da belə sərbəst öz səlahiyyət, yəni agencimiz yoxdur ki, özümüzü təmsil eləyək və hətta kollektivləşək, birləşək, deyək ki, Azərbaycanda hansısa bir problem var. Biz də buna qarşı Me Too kimi bir cərrahi, heç Me Too olmasın, iş yerlərindəki məsələlər olsun, bu olsun, ictimai yerlərdə işləyən qadınlara qarşı edilənməsə fərqi yoxdur. Yəni kollektivləşib hansısa bir məsələni müzakirə etmək bizim cəmiyyətdə qadınlar üçün demək olar ki, mümkünsüzdür. Əgər yekunlaşdırsaq, genderlə bağlı normativlər digital media dövründən sonra diskurs dəyişdi və dəyişməyə davam edir. Həm müsbət tərəfi var, ona görə ki, biz artıq özümüzü təmsil edə bilərik. Self-representation sayəsində artıq qadınların və marjinal qrupların səsi insanlar tərəfindən eşidilə bilir. Həmçinin də təəssüf ki, mənfi tərəfi var. Çünki ənənəvi fikirlər, ənənəvi diskurs hələ də daha çox yayımlana bilir, daha çox səsləndirilə bilir. Çünki cəmiyyət olaraq biz yalnız qadınlardan və marjinal qruplardan ibarət deyilik. Ənənəvi öyrədilmiş. Eyni şəkildə əslində bura həm də aid edirəm qadınları. Yəni qadınlar
qadınlar da media tərəfindən qadınların təmsil olunması ilə yetişdiriliblər və onlar üçün də qadın anlayışı özləri deyil, mediada gördükləri, öyrəşdikləri obrazlardır. Ona görə də çox təəssüf ki, o kütlə, cəmiyyət böyük olduğu üçün biz hələ də imkan vermirik ki, qadınlar özlərini düzgün şəkildə təmsil olunsunlar. Yəni hələ də hansısa bir formada təmsilçilikdən, sağlam, düzgün şəkildə real təmsilçilikdən söhbət gedə bilmir və çox təəssüf ki, hələ də qadınların özlərini istədiyi kimi təmsil etmək üçün o agency dediyimiz səlahiyyəti yoxdur. Bunun da səbəbi odur ki, onlar onlayn harassmentla qarşılaşırlar, cəmiyyət buna etiraz edir, cəmiyyət öyrənilmiş ənənəvi obrazları artıq öyrəşib onu görmək istəyir və dəyişiklik üçün əslində onların sorğulamağa ehtiyacı var. Paralel olaraq onlar hər zaman ənənəvi mediaya məruz qalırlar. Ənənəvi mediada gördükləri isə çox təəssüf ki, hələ də keyfiyyətsiz kontentlərdir. Yəni digital media ənənəvi mediadan kənarda hansısa bir formada böyük dəyişikliklər etmək iqtidarında deyil, təəssüf ki, hələ də aparıcı qüvvə ənənəvi mediadır və həmin o ənənəvi mediada o orta səviyyə nədirsə, oradakı təbliğat necədirsə, orada qadınların təmsil olunması necədirsə, qadın, gender barəsində diskurs necədirsə, bizim digital mediada da diskursumuz həmin səviyyədə qalır.